Salam, dəyərli həmvətənlər. Sərvətləri əllərindən alınıb, özü isə bir tikə çörəyə və azmanşa məhkum edilmiş həmvətənlərim Azərbaycanlılar. 12 may tarixində bildiyiniz kimi Gəncədə 18 yaşlı Elgün İbrahimovu döyərək öldürdülər. Bu videoda Elgünün qatillərinin konkret adlarını çəkəcəm. 2 nəfər polis işçisinin Elgün İbrahimovu döyərək öldürənlər olduğunu biləcəksiniz. Onlar kimlərdir və arxasında kimlər dayanıbdır və nəyə görə və məhz buna görə Elgün İbrahimovun qanını batırdılar. Dünən, yəni 29 may tarixində tələm-tələsik Daxili İşlər Nazirliyi, yəni polis, Dövlət Təhlükəsizlik Xidməti və Baş Prokurorluq birgə bəyanat yaydılar ki, bəs Elgün İbrahimov güya içkili olub, sərxoş vəziyyətdə yıxılaraq ölübdür. Utanmazlar, həyasızlar Elgün İbrahimovun 18 yaşlı gəncin qanını batırmaqla yanaşı adına içki düşkünü, sərxoş qoyurlar. Allah lənət eləsin. O kəslərə ki, Elgün İbrahimovu öldürüblər, o kəslərə ki, qanını batırırlar, ört-basdır ediblər və tüpürün belə hökumətə, belə polisə, belə baş prokurorluğa, belə DTX-aya. Dəyərli dostlar, bu videoda Elgün İbrahimov cinayət işinin üstü açılacaqdır. Qatillərin adları, niyə, harda, necə və onu, bu qatilləri, polisləri, qatillər polislərdir. Arxasında dayanan kimdir və ona görə də cəzalandırmırlar. Dünən dediyim kimi, Daxili İşlər Nazirliyi, Baş Prokurorluq, Dövlət Təhlükəsizlik Xidməti birgə bəyanat yayıblar. İlk öncə sual edirəm ki, Dövlət Təhlükəsizlik Xidmətinin nə işi var burada? Dövlətin təhlükəsizliyi ilə bağlı nə iş var ki burada? Bir nəfər ölüb, öldürülüb və yaxud da hökumət indi deyir ki, içkili olub, özü yıxılıb, ölübdür. DTX-nın burada nə işi var? Dövlətin təhlükəsizliyi ilə bağlıdırmı? Terrorizmlə də bağlıdırmı? Nə ilə bağlıdır? Sərhədlərə hücum mu var? Onunla mı bağlıdır? Təxribat mı törədilir Azərbaycanda? Onunla mı bağlıdır? DTX-nın burada nə işi var idi? Niyə birgə bəyanatın içərisində DTX-nın da adı var? Bundan da danışacağıq, dəyərli dostlar. Xahiş edirəm, sona qədər izləyin videonu, xüsusən də son hissəsini, son dəqiqələrini, detalları açacağım və bəyənin, paylaşın ki, daha çox insan izləsin. Azad Söz kanalına abunə deyilsinizsə, abunə olun ki, sizdən gizlədilən bu kimi gerçəklərdən vaxtında xəbərdar olasınız. Gəlin, ilk öncə başlayaq. Dünən DTX, Baş Prokurorluq və polisin birgə yaydığı bəyanata baxalım. Nə deyiblər, nə yalan danışıblar, rəsmi açıqlamadır. Səbirli olun, dəyərli dostlar, pillə-pillə, səbirlə qulaq asın. Öldürən polislərin adlarını açıqlayacağam. Kimlərdir? Bildiyiniz kimi, bu işi açmaq üçün günlərdir iş aparıram. Əvvəlki video çıxışlarımı da gördünüz. Və hətta pul elan etmişdim, pul mükafatıdır. Kim qatillərin adlarını açıqlasa, 20.000 manat pul verəcəm. Yalansız, tam gerçək. Və dediyim sözləri də yerinə yetirdim. Mən bəzi məsələləri təfərrüata varmaq istəmirəm, insanları təhlükəyə atmaq istəmirəm. Bu verən məlumatları verən insanları da təhlükəyə atmaq istəmirəm. Amma bilin ki, Gəncədə içlərində polislər də daxil olmaqla, prokurorluq işçisi, ekspertlər, Gəncə sakinləri, xəstəxanada həkimlər, hamı ilə məlumatım oldu, kontaktım oldu. İşin üstünü açmışam. Baş Prokurorluq və polisin birgə yaydığı bəyanatı oxuyuram. İstintaq hazırki mərhələsində əldə edilmiş sübutlarla, yeni şahid ifadələri, hadisə yerinə, müşahidə kameralarına baxış, meyidin xarici və daxili müayinə edilməsi, telefon məlumatları, məhkəmə genetik, məhkəmə tibbi və digər ekspertizaların rəyləri və başqa dəlillərlə müəyyən edilmiş Elgün İbrahimova hər hansı kənar şəxs və ya şəxslər tərəfindən xəsarət yetirilməmiş,
ona qarşı heç bir zorakılıq hərəkətləri yol verilməmiş, hündürlükdən yıxılmaq nəticəsində aldığı çoxsaylı xəsarətlərdən ölmüşdür. Dəyərli dostlar, inanmayın buna. Yalan məlumatdır. Hökumət, polis, DTX, baş prokurorluq yalan məlumat yayır, onu döyərək öldürüblər. Bəs daha nə deyirlər? Hökumət nə deyir? Həmçinin müəyyən edilib ki, Elgün İbrahimov may ayının 12-sində saat 16 radələrində hazırlıq kursundan çıxdıqdan sonra mobil telefonunu sataraq ayrı-ayrı şəxslərə olan borcunu qaytarıb. Dostlar, bu hissəyə diqqətdən qulaq asın və sonra danışacağıq. Elgün İbrahimovun anası bəs nə deyir? Onun telefonu ilə bağlı. Səbirlə qulaq asın. Ziddiyyətlər var. Güya o telefonunu satıb borclarını veribdi. Və bundan da intihar bir təəssüratı yaratmaq istəyirlər həmçinin. Bundan sonra Elgün İbrahimov Gəncə şəhərində yerləşən Naxış çay evində tanışları ilə görüşüb, birlikdə spirtli içki qəbul edib. Saat 19:40 radələrində həmin yeri onlarla birgə tərk edib, Abbas Səhət adına bir saylı şəhər xəstəxanasının qarşısına qədər gedərək, orada tanışlarından ayrılmış, həmin vaxt Elgün İbrahimovun üzərində hər hansı xəsarət izləri olmamışdır. Daha sonra Elgün İbrahimov saat 20:17-də marketdən 2 qutu siqaret alıb, əvvəllər də mütəmadi olaraq vaxt keçirdiyi Gəncə şəhəri Xələfov 115 ünvanında yerləşən Texnologiya Universitetinin istifadəsiz yataqxanasına tək halda getmiş, qeyd olunan yataqxananın 5-ci mərtəbəsində məhəccərsiz eyvana çıxaraq orada bir neçə siqaret çəkmiş və eyvandan torpaqla örtülmüş sərt səthi olan həyətə yıxılaraq çoxsaylı xəsarətlər almış, saat 22:52-də ərazidə olan gözətçi tərəfindən yerdə yaralı vəziyyətdə aşkar edilərək təcili tibbi yardım avtomaşını vasitəsilə xəstəxanaya təxliyə edilmiş, may ayının 13-də almış olduğu xəsarətlərdən xəstəxanada ölmüşdür. Bir daha xatırladırıq, nə bilim, yalan məlumat yaymayın, başqalarına inanmayın, Tural Sadıqlıya, xaricdə olan, nə bilim, jurnalistlərə və s. polisə inanın. Hökumət deyir, polisə inanın. Bəs gerçəklər nədir, dəyərli dostlar? Mən gerçəkləri Elgün İbrahimovun anasının çıxışında, Elgün İbrahimovun xalasının çıxışında, Elgün İbrahimovun yaxınlarının çıxışlarını təqdim edəcəm, hadisə yerindən çəkilişləri sizə göstərəcəm və bunları etmədən öncə, bunların yalan olduğunu bildirmədən öncə Elgün İbrahimovu kimləri öldürübdür? Onu indi sizə açıqlayıram. Elgün İbrahimovu Gəncə şəhərində konkret 2 nəfərin adı konkret məndə var. Biri Ramin Mehdixanov Rafailoğlu, Gəncə şəhər Cinayət Axtarış İdarəsinin rəisidir və Azər Şahverdiyev Seminaroğlu. O da Gəncə şəhərində Nizami rayonunda polis mayorudurmu, kapitandırmı? Sonuncu, Azər Şahverdiyev Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi general polkovnik Bəylər Əyibovun bacısı oğludur. Azər Şahverdiyev həmçinin hərbi səfərbərlik üzrə xidmətin rəis mavini Mal Şahverdiyevin qardaşıdır. Mal Şahverdiyev də general mayordur. Azər Şahverdiyev onun Gəncədə törətdiyi cinayətlər, xuliqanlıqlar, özbaşınalıq, narkotik satdırması barədə çoxlu faktlar var. Gəncə əhalisi onun əlindən bezib. Bəs necə olub ki, Elgün İbrahimov onların qurbanı olubdur? Detalları mənə məlum deyil, bu barədə mən bilmirəm. Elgün İbrahimovu öldürənlərin konkret qatillərin adları bu 2 nəfərdir. Bu 2 nəfərin yanında, yəni Ramin Mehdixanov və Azər Şahverdiyevin yanında başqa polislər də olub, çox güman ki. Amma əsas bu 2 şəxsin adı qeyd olunur. Narkotik ticarətinin başında bunlar dayanır. Orqan alverinin başında bunlar dayanır. Və onu da qeyd edim ki, əvvəlki videolarımda dediyim kimi,
Baş prokurorluğun, konkret Bakıdakı baş prokurorluğun marağında olub ki, bu cinayət işi açılsın. Onlar biliblər ki, bu cinayət işinin arxasında Gəncədə polislər dayanıb, onlar da biliblər və konkret onlar da əmin olublar Azər Şahverdiyev barəsində. Onlar çünki Gəncədən DTX və sair məlumatları alırlar, informasiyalar ala bilirlər. Amma sübutları əldə edə bilmirlər. Birinci sübutlar kimdə olubdur? Birinci sübutlar polislərin əllərində olubdur. Konkret, ehtimal olunur ki, Elgün İbrahimovun nəyinsə şahidi olduğu bilinir və onu telefonla çəkib. Diqqətlə qulaq asın. DTX, Baş Prokurorluq və Daxili İşlər Nazirliyi polis birgə bəyanatında bildirdi ki, o telefonunu sataraq borclarını ödəyib. Telefonu yoxa çıxardıblar. Amma indi az sonra mən sizə Elgün İbrahimovun anasının danışığını təqdim edəcəm video görüntünü. O deyir ki, Elgün İbrahimovun telefonu və çantası, bir-iki əşyası polislərdə qalıb, prokurorluqda da ya polisdədir və onları hələ bizə verməyiblər. Necə ola bilər ki, Elgün İbrahimov telefonunu satır, polislər belə deyir, amma Elgün İbrahimovun anası deyir ki, Elgünün telefonu polislərdə, prokurorlardadır. Bu necə ola bilər? Dəyərli dostlar, ehtimal olunur ki, Elgün İbrahimov nəyinsə şahidi olub və onu çəkib, TikTokda paylaşmaq istəyib, özünün TikTok hesabları da olub və s. Və onun həmən vaxtı bunu görüblər və tutublar və döyərək öldürüblər. Çünki onun döyülməsini inkar edəcək bir nəfər şərəfli adam yoxdur. Ancaq polis və DTX kimi şərəfsizlər onun döyülmədiyini deyir və cəmaata da bu yalanı sırıyıblar. Mən sizə başqa faktları da səsləndirəcəm. Dəyərli dostlar, deməli, dediyim kimi, Azərbaycanın baş prokurorluğu, Bakıda oturan baş prokurorluqda məlumat olub ki, onu öldürənlər polislərdir və bunun da üstünü açmaq istəyiblər. Həqiqətin üstünü açmaq xatirinə deyil. Gəncədə Bəylər Əyyubovun qohum-əqrabasının tayfasının imperatorluğunu yıxmaq üçün, hökmranlığını yıxmaq üçün bundan istifadə etmək istəyiblər. Və hətta Altay Həsənovun xidmətində olan Azərbaycan Audiovizual Agentliyi, yəni televiziyalara baxan agentlik, saytlara baxanlar, yəni mediaya, hökumət mediasına baxanlara da tapşırıqlar verilib ki, çıxışlar edin. Hökumətin saytları, DTX, polis, baş prokurorluq dünənləri bu məlumatı yaymadan öncə günlərdir ki, məndən çox müxalifətçilik eləyirlər. Elgün İbrahimov döyülərək öldürülüb deyirlər. Baxın dostlar, baxın, mən sizə konkret baxın, televiziyalardan bir-ikisini göstərəcəm. Bu adamı yəqin tanıyırsın. Amansızca öldürüb döyüblər. Amansızca öldürüb döyüblər. Gözünü çıxardıblar. Əmisi deyir ki, başı nə gün deyil bilinmirdi. Onu atıblar orada belə qalır və bunu görən hansısa abizəki inilti səsi eşidib gecəylə. Götürüb polisə zəng vurub gəlir və xəstəxanada dünyasını dəyişib. Dəyərli dostlar, bu televiziyada aparıcıdır, Tolik adından tanıyırsınız. Hökumətin yaltaq bir aparıcısıdır. Və bunun başı üçündürmü ki, danışsın və çox titiz, suyu üfrə-üfrə içən jurnalistlər televiziyalardır. Bu cəsarəti hardan tapırlar ki, baş prokurorluq, eləcə də polis, Daxili İşlər Nazirliyi özləri rəsmi açıqlamırlar və rəsmi bir məlumat vermirlər ki, bu döyülübdür. Amma televiziyanın aparıcısı deyir ki, vəhşicəsinə döyüblər. İstintaq mı bu qənaətə gəldi? Yox. Ona bu tapşırığı veriblər, televiziyalara və saytlara bu tapşırıqları verilmişdi ki, siz bu məsələnin üstündən gedin, Elgün döyülübdür deyin. Yoxsa bunların başı üçün olmaz heç vaxt. Bu Azərbaycan mediasını, televiziyasını izləyən hər kəs bunu bilir. Yəni söhbəti nəyə gətirirəm ki?
tapşırıq verilib Paşayevlər tərəfindən ki, saytlar bunun üstə getsin. Başqa bir, dəyərli dostlar, deməli, hökumətin, bu da hökumətə yarınan, yaltaqlıq eləyən bir televiziyadır, internet televiziyası. Deməli, yeni Müslümat kimdir? Nəyə xidmət edir, kimə xidmət edir? Və onun da bir aparıcısı. Yalana biraz doğru qataraq özlərini güya bir jurnalistika apardıqlarını elan edirlər. O, internet televiziyasının hökumətdən pul alan televiziyanın aparıcısı danışır və konkret deyir, döyülərək öldürülübdür. İzinin olmaması. Qulaq asın, dəyərli dostlar. Sona qədər qulaq asın və xahiş edirəm, yeni qoşulanlar, bəyənin, paylaşın. Bu videoda qatillərin adlarını açıqlamaqla yanaşı, hökumətin açıqladığı yalanları ifşa edilir. Darmadağın olacaqdır. Görəsən, utanacaqlarmı? Bu isə Elgün İbrahimovun başqa yerdə diqqət çəkən məqam ərazidə heç bir qan izinin olmamasıdır. Bu isə Elgün İbrahimovun başqa yerdə xəsarət aldığını və daha sonra həmin əraziyə gətirildiyini ehtimalını gücləndirir. Və yayılan məlumatlardan o da aydın. Dəyərli dostlar, bu deməli hökumətə yarınan mediaların, jurnalistlərin danışıqlarını təqdim etməklə, baxın bunlar da bunu deyirlər, düz danışırlar mənasında bunları təqdim etmirəm, göstərmirəm sizə. Hökumətə tapşırıq verilmişdi, daha doğrusu Paşayevlərin medialara nəzarət edən qanunlar ki, bu işin üstünə gedin. Çünki bu işi törədənlər Gəncədə Bəylər Əyyubovun tayfasıdır. Onu yıxmaq istəyirlər. Həqiqət axtarmırlar. Və ona görə də bax, bu lal susmuş jurnalistləri hökumət medialarını danışdırırdılar. Bir daha deyirəm, bunların başı üçündürmü ki, polisin rəsmi açıqlamadığı şey barədə bunlar tamam başqa bir şey desinlər. Qulaq asın, amma çox məsələyə aydınlıq gətirirlər. Olur ki, Elgün İbrahimovun yalnız bir qabırğası sınıb. Bu isə hündürlükdən yıxılma versiyasını bir mənalı şəkildə istisna edir. Yəni o adam, o körpə, o uşaq, əgər intihar etsəydi və dedikləri kimi binadan özünü atmış olsaydı, onun bir qabırğası yox, bütün qabırğalara sınardı. Çünki 4 mərtəbəli yataqxanadan gedir söhbət. Əgər Elgün İbrahimov intihar etsəydi ki, bu versiyanı kimlərsə böyütməyə, bunun üzərində xüsusi bir şou yaratmağa çalışırlar. Onun, yəni 5 mərtəbəli yataqxana binasının damından özünü atsaydı, dediyimiz kimi onun bir deyil, çox sayılı qabırğalara sınar, kəllə sümüyü isə zədələnərdi. Bax, indi danışıram, cümlə və cümlə deyirəm ha, bunların hər biri ekspertlərin, yəni bu vaxta qədər bu sahədə fəaliyyət göstərən, kriminalogiyada, ekspertiz işində fəaliyyət görən insanlardan aldığımız rəylərdir. Adlarını açıqlamırlar, amma baxan kimi bilirlər, görən kimi deyirlər, verilən informasiyaların əsasında. Çünki onların əlindən dediyim kimi yüzlərlə, minlərlə bu cür hadisə keçib, onlar təcrübəlidirlər. Biz bilməyə bilərik, bir jurnalistlik, siz bilməyə bilərsiniz. Elgün İbrahimovun yayılmış videosunda isə onun göz qapağında xəsarət izləri görünür, dəyərli izləyicilər. Yəni, yerə üzü üstə çırpılma halında onun alnında, qaş nahiyəsində çapıqlar olmalı, eyni zamanda burnu da sınıb əyilməli və deformasiya olmalıydı. Yəni, bu da faktdır, lakin belə deyil. Görünən odur ki, bunların heç biri olmayıb Elgün İbrahimovun üzündə, gözündə. Göz qapaqlarında xəsarət var, alnında, burunda isə yoxdur. Bu nə deməkdir? Bu o deməkdir ki, üzündəki xüsusən dodaqları və göz qapaqları üzərində olan izlər hündürlükdən yıxılma zamanı yaranan tipik xəsarətlərə də əsla və əsla uyğun görünmür. Və bu tip travmalar, dəyərli izləyicilər, bir daha söyləyirəm, küt alətlə və ya əllə vurulan zərbələrə daha çox oxşuyur. Ekspertlər bunu deyirlər. Ekspertiza sahəsində uzun müddət fəaliyyət göstərmiş insanlar deyirlər bunu. Biz belə deyək, qulaqdan qulağa yayılan informasiyaları demirik. Biz konkret kriminalogiya sahəsində fəaliyyət göstərən insanlarla danışmışıq. Bu sahədə ekspertiza işində olan insanlarla danışmışıq və onların dedikləri bu günə qədər olan bu sayaq bütün hadisələrin ümumiləşdirilmiş forması və Elgünlə bağlı hadisədə də diqqəti çəkən budur. Yəni, bu faktlar hadisənin zorakılıq elementləri daşıdığına və onun ölümünün qəsdən törədilmiş hərəkət nəticəsində baş verdiyinə dair şübhələri də bir mənalı şəkildə artırır.
Hadisə ilə bağlı sosial şəbəkələrdə və bəzi media orqanlarında isə aşağıdakı ehtimallar irəli sürülür. Onları da sizin nəzərinizə çatdırım. Elgünün bədənindəki travmalar və hadisə yerindən qan izlərinin olmaması onun başqa bir yerdə döyülərək sonra həmin əraziyə aparıldığı fikrini də formalaşdırır. Bu versiya geniş yayılıb və istintaqın əsas fokuslandığı versiyalardan biri sayılır. Elgün İbrahimovun ölümü ilə bağlı rəsmi orqanların daha ətraflı və şəffaf açıqlama verməsi cəmiyyətin gözləntisidir. Xüsusən də zorakılıq izləri, hadisə yerində qanın olmaması və ya qeyri-adi xəsarətlər fonunda hündürlükdən yıxılma versiyası artıq öz inandırıcılığını itirir. Heç kəs buna inanmır, çünki ortada olan bir çox informasiyalar bu versiyaları da demək sıfırlayır. Elə isə Elgün İbrahimovu kim və nə üçün öldürə bilər? Dəyərli dostlar, bu video şəklində olan deməli, hökumətə yaxın olan mediaların danışıqlarıdır. Hansı ki, hələ rəsmi açıqlama yox idi. Üstünə gedirdilər ki, hökumətin üstünə gedirdilər, baş prokurorluğun üstünə gedirdilər. Tək baş prokurorluq deyil. Onlar da deməli, Gəncədə prokurorluq bu işi aparır. Gəncə prokurorluğu, Gəncə DTX-ı, Gəncə polisi. Üstünə gedirlər ki, gerçəyi açsınlar. Amma dediyim kimi, həqiqətlərin ortaya çıxması xətrinə deyil, Bəylər Əyibovu vurmaq xətrinə, çünki bilirdilər ki, Bəylər Əyibovun adamları bunun arxasında dayanıbdır. Həmçinin saytlar, bütün saytlar, baxın, Oxu, Az, Baku, TV və s. hansı ki, bu da Azərbaycanın Xarici Kəşfiyyat Xidməti Orxan Sultanovun nəzarətində, nüfuz dairəsində olan deməli, agentliklərdir, xəbər saytlarıdır. Onlar da üstünə gedirdi ki, bu iş üstü açılsın, gerçək ortaya çıxsın və gerçək ortaya çıxsa Bəylər Əyibov vurulacaq. Amma Bəylər Əyibov bu işin arxasında elə dayandı. Gəncədəki polislər dəlil sübutları elə yox etdilər. O yox olan dəlil sübutlardan da əsası məhz Elgün İbrahimovun telefonu idi. Daxili İşlər Nazirliyi, DTX və Baş prokurorluğun bəyanatında deyilir ki, o Elgün İbrahimov telefonunu satır və borclarını qaytarır. Telefonu buradan yoxa çıxardırlar. Bəs Elgün İbrahimovun anası nə deyir? Olandan sonra istintaq dövründə Elgünün telefonunu, əfqalarını sizə qaytarıblar. Hayır, hələ heç nə qaytarıblar. Orada da yəqin ki, istintaq qutarana kimi onlar da qalacaq. Telefon da o sumkası var idi, barsetka, onun içində açıqsi, belə falan da özünə bir üç dənə əşyası. Telefon bunlardadır, istintaqdadır. Daha doğrusu polislərdəymiş, polislər yox eləyibdi. Ümumiyyətlə o telefonu yox eləyiblər. Anası deyir ki, telefon bunlardadır, deyiblər verəcək, verməyiblər, sonradan telefonu yox eləyiblər, çünki bu ehtimal olunur. Mən indi durub burada fərziyə, ağlıma gələni danışası deyiləm ki, telefonda nə çəkib, amma telefonda sübutlar var, nəsə var imiş, telefon məhz onun döyülməsinə və öldürülməsinə gəlib çıxıbdır. Dəyərli dostlar, digər bir məsələyə diqqət yetirəyim. Elgünün döyülməsi ilə bağlı. Baxın, deməli, bunlara baxın. Elgünün xalası. Demək olar ki, çox vəhşicəsinə, qəddar vəhşicəsinə uşağı döyüblər. Hələ heç kəs nə tutulmayıb, nə heç bir bizə məlumat verilməyib, istintaq getdiyini deyirlər. Çox vəhşicəsinə uşağı döyüblər. Bu günlər öncə hələ DTX-nın, polisin birgə açıqlamasından əvvəl danışılanlardır. Mən sadəcə baxın burada nələr var. Döyülmə faktını kimsə bir Azərbaycan polisi və DTX-sı şərəfsizlik edib, örtbasdır edib, Elgün döyülməyib deyə bilər. Azərbaycan xalqı 7-dən 77-yə hamı bilir və xəstəxanada həkimlər, tibb işçiləri, hətta təcili yardımla onu gətirənlər. Elgün İbrahimov təcili yardımda olarkən avtomobildə xəstəxanaya qədər təcili yardımda işləyənlərə nə danışıbdı? Qulaq asın. İnanın ki, heç kəsin Allah balasına anaya bunu göstərməsi çox pis vəziyyətdədir, xəstədir, bu dəqiqə şok vəziyyətindədir. Biz bu işin araşdırılmağını istəyirik, cinayətkarların, quldurların tələb edirik, tutulmasını istəyirik, bunu skorya qoyuruq. Anası, dayısı, xalası, qohumları, hər kəs bunun döyüldüyünü görübdür. Ekspertlər, həkimlər özləri etiraf eləyiblər, bu döyülübdür. Yəni, bunun
Həkimlər hər gün onlara xəstə gətirilir. Döyülən, yıxılan, əzilən, maşın vuran, bıçaqlanan. Bunların bu təcrübələrində bəlkə də yüzlərlə belə insanlar görüblər. Bilirlər ki, bu yıxılma nədir, yoxsa döyülmə nədir, yoxsa bıçaqlanma nədir. Xəstəxanada hamı deyir ki, bu döyülüb, amma bunların özlərinin gəldiyi qənaət polisin deyirlər ki, döyülməyib. Qoyanda təcili yardıma da, bu uşağı qoyanda tibb işçisi, tibb bacısı bunun bu vəziyyətdə sosial şəbəkələrdə yayıb. Bu uşağı bu vəziyyətdə niyə çəkmisən videosunu, sonra da hamıya yayıb, göstərib, bu da yayılıb. Yaxşı eləyib. Bax, həmən vaxtı çünki mənə dediyim kimi, dəyərli dostlar, bu videodan öncə ümumiyyətlə mən söz verdim ki, Elgün İbrahimovun cinayətini törədənləri tapacam və ifşa eləyəcəyik, araşdıracam. Çox insanla danışdım. Polisi ilə danışdım, baş prokurorluğu ilə danışdım, DTX-dan da məlumatları aldım. Həmçinin də xəstəxanalardan, həkimlərdən. Elgün İbrahimov nələrsə danışıbdır. Həmən təcili yardım avtomobilində olanda deyib ki, döyülmüşəm. Döyüldüyünü deyib, döyüldüyünün kimlər olduğunu bilməyib. Elgün İbrahimov döyüldüyünün kimlər olduğunu bilməyibdir. Yəni, mən adını açıqladım, günlər sonradan aldığım informasiyanla Azər Şahverdiyev Seminaroğlu, Ramin Mehdiyev, Rafailoğlu. Bunu mən necə əvvəllər tanımırdım. Amma araşdırdıqdan sonra çıxartdım ortaya. Elgün İbrahimov da tanımırdı onun kimliyini. Amma döyüldüyünü, vəhşicəsinə döyüldüyünü həmən təcili yardımda avtomobildə olarkən pis vəziyyətdə olub, döyüldüyünü deyibdir. Danışma imkanı olub onun. Bir neçə sözlər deyə bilib, söz deyə bildiyini, hətta xəstəxanada olanda da bir-iki söz deyib, adını deyib. Eyni zamanda onu, indi mən Elgün İbrahimovu tapan gözətçinin də videosunu burada, danışığını sizə göstərəcəm. Danışa bilib bir neçə şey. Təcili yardımda o döyüldüyünü deyib. Ona görə də bütün xəstəxana deyir ki, bu döyülübdür. Əl qaldıranları, əsl cinayətkarları biz tapılmasını istəyirik. Ümumiyyətcə, tək biz, bütün valideynlər narahatdır ki, hansı zaman neçə gün keçib artıq biz ümidik ki, haqq yerini tapacaqdır, cinayətkarlar cəzalandırılacaqdır. Belə insanlar, belə cinayəti törədənlər, bunlar insanlar arasında yer yoxdur bunlara. Bunlar tapıb cəzalandırmaq. Çünki bizim başımıza gələn o pis ailələrində başına gələr. Dəyərli dostlar, deməli, Hamımız getdik xəstəxanaya, getdik ki, xəstəxanada qulaq asın. uşağı da demək olar ki, çox vəhşicəsinə, qəddar vəhşicəsinə uşağı döyüblər. Cinayətkarların tutulmasını istəyirik. Başqa uşaqların bu vəziyyətdə olmamağını, başqa anaların gözü yaşlı qalmamağını istəyirik. İctimaiyyət, bütün analar, valideynlər hamı qorxur balalarını çölə buraxmağa. Orqan işçilərindən gözləyirik. Çox vaxtı məndən idi. Belə hazırlığa keyif gəlirdi bütün gün. Heç kimlə işi yox idi. Neçə il tayla bir dəfə görmədim o uşaq kiməsə dalaşsın. Biz Elgünlə bir yerdə hazırlıqlara gedirdik bu il. Yəni çox vaxtı bir yerdə olurduq. Mən 7 ildir tanıyıram. Bir dəfə olsun dalaşdığını görməmişəm. Dəyərli dostlar, bütün xəstəxana işçiləri deyirlər ki, bu döyülübdür. Və indi Elgün İbrahimovu güya tapan gözətçi danışır. Və görün bunu polislər necə qorxucubdur. Vaxtlar, axşam çatır, nə? Gəlmişdim, səs eşitdim, xırıltılı səs. Biraz diqqətlədim, diqqətlərini görüm deyək, kömək edeyim. Qaçdım, getdim, iş yoldaşıma xəbər verdim ki, orada bir kimsə də səs gəldi, kömək edin dedi. O da fanarı götürdü, gəldi, saldı ki, orada üzlü qanunuzadlı adam var. Götü öz rəisimizə zəng elədi, sağ olsun, rəisimiz də xəbər elədi ki, polisi zəng eləyin, bir də ambulansa zəng eləyin, gəlsin, Skoriya. Skorlar gəldi, kişilər müdaxilə elədilər, ondan sonra da, aparandan sonra polislər gəldi, polislər sağ olsun, gəldilər, ölüşdülər, kişilər hamısını olduğu kimi. Siz həmin günün simindəydiniz də, burada 5 mərtəbəli binadan ata bilər. Sizcə mümkündürmü gecə vaxtı gəlsin, çıxsın uşaq buradan özünü atsın və xəbəriniz olmaz? Ola bilər, bəlkə də olar.
Biz bilənlər, onun hamısını polislər sağ olsunlar, ola biləcəklər. Polisə 2 dəfə sağ olsun deyir. Polisin burada sağ olmalıq nə işi var? Cinayətin üstünü açmayıb, polis gəlib kömək eləməyib, təcili yardım gəlib həkimlər, tibbi işçilər götürür, aparır. Gözətçi ona demir ki, sağ olsunlar, götürdülər, apardılar. Polisə amma 2 dəfə deyir ki, sağ olsun. Bir dəfə deyir ki, polislər gəldilər, sağ olsun, nəyə gəldi? Nəsə Elginə bir şey eləməyə, kömək etməyə gəldi. Yox, tibbi işçilər gəlib də, niyə ona sağ olsun demirsən, sən polislərə deyirsən. Sonra deyirsən ki, sağ olsun, polislər özləri axsacaqdır. Bir açsın, sonra sağ ol dedi. Buna qorxuzublar və güya Elgin İbrahimov bax burada otluğa düşübdür. Baba burada güya otluğa düşübdür. Və bu otluğa düşdüyünə görə ölübdür. Və mənim qardaşım da 4-cü mərtəbədən, hansı ki qardaşım başına Azərbaycanda polislər nələr gətiriblər. Yəni bu tutublar, şərləyiblər, həmən qardaşımla söhbət gedir, Elgin Sadıqovdan. 4-cü mərtəbədən o da yıxılmışdı. Mən yıxılma nə olan şeydi bilirəm. Sağ da qaldı. Əzilmə oldu və amma sağ qaldı və normal həyatına heç bir iz qalmadan həyatını davam elədi. Belə bir otluğa düşən adam və bunu danışmağa ehtiyac yoxdur. Ekspertlər deyir ki, bu yıxılma deyil. Hamı deyir bu yıxılma deyil. Bir polisin sözü ilə Azərbaycan xalqı inanmalıdır. Narkotik satdıran, şərəfsizlik eləyən, oğraşlıq eləyən polisin sözünə mi inanmalıdır Azərbaycan xalqı? Dəyərli dostlar, güya Elgin İbrahimov siqaret çəkirmiş. Bax, gedib orada siqaret də düzüb qoşub eləyiblər ki, Elgin orada həmən axşam siqaret çəkibdir. Deməli, ehtimal budur. Mən sizə konkret, yəni tam əminəm ki, bu iki şəxs, Ramin Mehdiyev, Gəncə şəhər cinayət axtarışın rəisi və Azər Şahverdiyev, o da polis. Bu ikisinin olması tam əminəm. Mənə bir nəfər məlumat verib deyil ha. Mən konkret daşı daş üstündə qoyub və əmin oldum ki, həqiqətən bunlardır. Yoxsa mənə 50 min dənə ad deyərlər, mən hər kəsin inanası deyiləm ki. Araşdırdım, yoxladım, dəqiqləşdirdim və bunların olması mütləqdir. Səhv deyirəmsə, xüsusi istintaq qrupu aparılsın, Bakıdan göndərilsin Gəncəyə. Xüsusi bu cinayət işinin üstünü ört-bastır edildiyini inananlar aparsınlar və sorğu-suala çəksinlər bu iki şəxsi. Siz həmən vaxtda harada olmusunuz? Sübut eləyin ki, siz burada o başqa yerdə olmusunuz. Onu sübut eləyə bilərlərmi? Yox. Həmən vaxtda döyülüb, öldürülən Elgin İbrahimovun yanında olublar və Elgin İbrahimovun ehtimaldır bu sadəcə ki, nə isə görüb, çəkib və telefonunda olub və telefonunda yox eləyiblər indi. Güya çıxıb orada 2 siqaret çəkib və düzüb qoşublar və yəni belə inandırmaya çalışıblar. Və burada da bir görüntü var ki, marketə gəlib o, marketdə siqaret alıb, gedib, bunu da çəkiblər güya, göstərirlər. Özləri üçün bir sübutlar düzüb qoşublar və xalqı aldatmağa çalışırlar. Bəs Azər Şahverdiyev haqqında başqa nələr var bilirsiniz? Bəylər Əyibovun bacısı oğlu. Bəylər Əyibov, Gəncə, Şəmkir, Goranboy, Gəncə ətrafı rayonlarının hamısına nəzarət edir. Onun tayfası, Kürdlərdir əsasında. Onlar Kürd millətinə məxsusdurlar. Mənim millətlə işim yoxdur. Söhbət Kürdlükdə deyil. Söhbət bunların şərəfsiz olmasından gedir. Azər Şahverdiyevin qurban etdiyi başqa bir şəxs barəsində məlumat verirəm. Buna qulaq asın. Azər Şahverdiyev bunun başına nələr gətiribdir. Amma Azər Şahverdiyevi tutan olmayıbdır. Hər kəsin gözünün qarşısında Azər Şahverdiyev buna nə edibdir? Hər kəsin gözünün qarşısında əvvəllər Azər Şahverdiyev başqa bir polisə içkili vəziyyətdə ölümcül hala salıb döyüb başqa bir polisi, havaya atəşlər açıb, oranı buranı avtomobili güllabaran edib, dəyib dolaşan olmayıb ona cinayət işi açılan olmayıbdır. Bir hektardan çoxdur. Dedim mədansa bu adamın torpaq sahəsi olubdur, qanuni şəkildə buna verilibdir. Azər Şahverdiyev gəlib deyib ki,
Bura mənimdir. Mən bəylərin Bacısı Ben oğluyam. burada 2016-cı ildə Elmar Vəliyev tərəfindən mənə torpaq verilib. 4 sot torpaq verilib. Deyir, nə danışsan deyir. Buranın hamısı mənimdir. Demək, maşından düşmənlə məni döyməyə. Nəysə, əlində də maşın açarı başıma kimi. Hələm şəkillərine kim var məndə, buradadır şəkillərə. Məsələn, məni döydülər Rənsiyən üçü də. Demək, Azərdir, Amiddir, bir də Ramildir. Üçü. Azər Şahverdiyevdən söhbət gedir. Nəsə döydülər, bütün ağzım bağım qanını uzatdı. Orada mən qoydular maşının içine bastılar. 011'in içine. Deyir, qoyun cibinə şey qoyun deyir. Aparın şöbədən də deyir, o yüzden göndərək. Nəysə, narkomana oxşuyur. Dedim, hə, bir bax gör narkoman məndən yoxsa sənsən. Nəysə, təzən deyir ki, piyanist var. Nəysə, belə söyüşlərlə, təklif söyüşlərlə, yəni o sözün üstündə adamın başını kəsib yanına qoyarlar. Sən kimsə şəxsiyyətini toxunursan, kimsən sən? Kimi, biz burada bilmirsən, mən bəylərin başda oluram. Dəyərli dostlar, bu Elgin İbrahimov işi deyil. 1-2 il əvvəl olmuş Gəncənin başqa bir sakininin başına Azər İbrahimovun gətirdikləridir. Mən hətta Azər İbrahimovun polisi döyməsini, vəhşicəsinə ölümcül döyməsi barədə də başqa məlumat da sizə göstərəcəm. Kim olsa o kimi. Sən kimsənə bir qarşı torpasınsa kimsə təqdir etmə döyməyə. Bununla bağlı şikayət etdinizmi? Şikayət etdim. Mən aidiyyəti orqanlara şikayət etmişəm. Daxili İşlər Nazirinə, Hörmət Cənab Prezidentə kimi rəsmi məktub yazmışam. Hələn bir cavab yoxdur. Bir aydan çoxdur mən prokurorun qəbuluna girəmirəm. Ki mən sözümü deyəm. Niyyət var. Yalandan niyyət də deyir, ay bağ belə, bostan belə, heç şey eləmir. Əslində hamısı onu müzafə edir. Onun tərəfini saxlayır. Baş idarəyə kimi getmişəm. Kəpəz rayonunda, 27 gün mən getdim ərizə yazmağa, orada şikayət eləməyə. Siz inansın, and olsun Allaha 8-9 dənə polisin içində məni döydü. Kamera var da orada, Kəpəz rayonunda. Azər Şahverdiyevdən söhbət gedir. 3-cü mərtəbədə. Gəldi mən orada döydü. Orada mən üzümü tutdum, getdim prokuraturaya. Getdim burada ərizə yazdım. Getmişəm həkimə, ekspertdən keçməyə. Deyirsən kim döyür? Deyirəm Azər. Dedi, o küt Azər. Dedim, sən nə bildin? Deyir, ondan başqa kim döyə bilər ki, deyir. Onun vəzifəsi nədir? Azərin kapitan, Nizam rayonunda işləyir. Demək, polis zabiti. Bəli. Demək, mən aidiyyəti orqanlara müraciət eləmişəm, demişəm. Yəni, gətirib Amid ortaya qatmışlar ki, Amid döyür səni. Mən də deyirəm, başda olmaq şərtilə Azərdir. Azərdir, Amiddir, bir də Ramildir. Bu üçüdür. Deyirəm, mən nəyə görə siz yaxşı Azər ortaya gətirmirsiniz? Məsələn, hakim. Ya da prokurorun elə müavinlə mən dedim, rəsul müəllimə dedim. Dedim, siz buna niyə gizlədsiniz? Yəni, mənim bu xəsarət bu qədər mənə dəyibdir. Məsələn, əlim, məlim, şəkilər kimi hamısı var məndə. Faktlar var məndə. Faktlar hava kimi üstünü örtüsünüz. Bax, Gəncə prokurorluğu o vaxtı necə üstünü örtmüşdüsə, hər kəsin gözü qarşısında olan bir şeyi. İndi Elgin İbrahimov qətildir, bunun üstünü örtməyəcək. Yəni, bilsinmi? Yəni, bu qədər... Hələ bu adam danışır, deyir, bu döyüb məni. Faktlar var, subutlar var, deyirlər yox. Canlı danışır şahid. Elgin İbrahimov yazıq ölübdür. Ortada şahid yoxdur. Kimsə yoxdur. Və əlbəttə ki, ört-bastır etmək bu məsələni daha asandır bunlar üçün. Sız olmaz, bu qədər öz başına olmaz. Siz əvvəlcə bildirdiniz ki, həmin Azər dediyiniz adam kiminsə qohumudur. O dəqiq məsələdir. Əlbəttə, bəli. Bəylərin bağışlı oğlu deyirlər. Deyirlər, bəylərin bağışlı oğludur. Hətta keçmiş Göygöl rayonunun komissarı Mail. İndi onun qardaşıdır. Mailin qardaşıdır. Mail Şahverdiyevin qardaşı. Bəli. Familiyası nədir? Azər Şahverdiyevdir. Bəli. Azər Şahverdiyevdir. Qardaşım Mail Şahverdiyev general-mayordur. Hərbi xidmətə çağırış xidmətinin rəis müavinidir və özü də Gəncədə at oynadır. Və başqa bir faktı isə indi görəcəksiniz. Deməli, dəyərli dostlar, həmən bu şəxs barəsində olanda mən başqa bir xəbərini deyəcəm. Deməli, bir neçə il öncə Azər Şahverdiyev bir nişan mərasimi olubdu. Gəncə şəhərin baş polis idarəsində əməliyyat müvəkkili idi. Deməli, ekranda da görürsünüz xəbəri, həmən tarixin xəbəridir, köhnə xəbərdir. İçkili vəziyyətdə Azər Şahverdiyev gəlibdi,
silahı, Makarov tipli silahı tapançanı çıxardıb, havaya dalbadal atəş açıbdı və orada olanlar qorxub qaçıblar və zəng ediblər 102-yə və başqa bir polis gəlibdi. Deməli, orada sərxoş vəziyyətdə olan və hələ də Göygöl rayon polis şöbəsinin Sansu bölməsinin əməliyyatçısı Vəfadar Orucov hadisə yerinə gəlib. Çünki bilməyib ki, bu atəş açan kimdir, bu xulqanlıq eləyən gəlib kimdir. O sərxoş vəziyyətdə olan və hələ də atəş açmaqda davam edən və bununla insanları qorxudan Azər Şahverdiyevi sakitləşdirmək istəyibdi. Lakin Azər Şahverdiyev Vəfadar Orucovu ölümcül döyübdü. Bundan sonra sakinlər daha da qorxuya düşüblər. Məlumata görə sakinlər növbət dəfə Göygöl polisinə müraciət etsələr də nəticəsi olmayıb. Hamı Azər Şahverdiyevdən qorxur. Ona görə də polis göndərməyiblər. Bir qədərdən sonra Azər Şahverdiyev özü atəşi dayandırıbdı, ara veribdi. Məlumat üçün deyək ki, Azər Şahverdiyev bir neçə il əvvəl Göygöl polisində çalışıbdı. O iş yoldaşının üstünə silah çəkdiyinə və onların xidməti maşınını gülləbaran deşik etdiyinə görə artıq polisin özünə, yəni avtomobili dərmədeşik etmişdi və onu işdən çıxardıblar. Üstündən bir ay mı, 2 ay mı keçibdi, onu gətiriblər, sonra Gəncə şəhərinin Nizami rayon polis idarəsinə və rütbələrini qaldırırlar. Yəni, bu həmən Azər İbrahimovdur. Hər kəsin gözü qarşısında insanları döyən, polisi ölümcül döyən, polis avtomobilini gülləbaran edən, faktlar, sübutlar olan bir şəxs onu cinayətə cəlb etmirlər. Görürsünüz, örtbasdır etdilər, cinayət kimi açıldı. Yox, vəzifədə qaldı, vəzifəsini ələ artırdılar, Gəncənin özünə gətirdilər. İndi ölmüş, sübut ortada olmayan Elgün İbrahimov cinayət işini açacaqdılar. Yox, arxasında Bəylər Əyyubov dayanır. Əgər o getmiş olsaydı, Azər İbrahimov, Ramin Mehdixanov, onlar tutulmuş olsaydı, Bəylər Əyyubova gedib çıxacaqdı. Bəylər Əyyubovun artıq Gəncədə hökmranlığı bitmiş olardı. Oranı da Paşayevlər ələ keçirərdi. Necə ki, Naxçıvanda Vasif Talıbovu yıxdılar, artıq Paşayevlər orada hökmrandı. Amma Gəncə ətrafı rayonları indi tam ələ keçirə bilməyiblər Paşayevlər. Ona görə maraqlıydılar. Amma onlara da sübut lazımdır axı. Kamran Əliyeva baş prokurora sübut lazımdır axı. Dedikodu ilə və yaxud da həqiqəti bilirik, amma bunu açmaq üçün də sübut lazımdır. Sübut da polislərin əlində olur. Polis öldürüb, döyüb, öldürüb və izi itirib, telefonu yox eləyib. Gətirib ora 2-3 dənə yalancı izlər qoyub. Əlbəttə prokurorluq neynəsin? Gəncə prokurorluğu da onların əlindədir. Necə ki, əvvəlki illərdə Azər Şahverdiyev başqa cinayətlərin üstünü açmayıb Bəylər Əyyubovun tayfası olduğu üçün Gəncə prokurorluğu eləcə də indi aça bilmir, açmır. Sübut yoxdur əllərində. Ona görə də baş prokurorluq yalan məlumatlar yayır öz yerində. Özü də bilir ki, yalan məlumat yayıbdır. Amma gördüyünüz kimi dedilər ki, bizə sübut verin. Onlar da bildilər işi. Sübut istədilər. Polis isə, Gəncə polisi cinayəti törədənlər yox edib sübutu. Gerçəklər budur, dəyərli dostlar. Öldürən qatillər Ramin Mehdixanov, Azər Şahverdiyev, bu polislər və adlarını bilmədiyim başqa yəqin ki, 1-2 nəfər də olubdur. Azərbaycanda ədalət yoxdur. Ədalət ancaq kişi adıdır. Ədalət ölübdür. Azad Söz kanalını izləyin. Həmişə abunə deyilsinizsə abunə olun. Gerçəkləri bu kanaldan izləyin. Salamat qalın. Allah rəhmət eləsin Elgün İbrahimova. Mən üzərimə düşəni etdim.